Deməli, biz elastiklik qüvvəsi haqqında danışmışdıq, çəki haqqında danışmışdıq, əlavə yüklənmə. İndi isə sürtünmə qüvvəsi və mail müstəvi üzərindən danışacağıq. Sürtünmə qüvvəsi nədir? Sürtünmə qüvvəsindən danışırkən gəlin birinci sürüşmə sürtünmə qüvvəsindən danışaq. Görək bu nədir? Bir cismin digər cismin üzərində hərəkəti zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvəyə deyirik sürüşmə sürtünmə qüvvəsi. Baxın, bu formada bir cisimdir V sürəti ilə sağa doğru hərəkət edir. Burada səthlə bu cismin arasında yaranan qüvvəyə biz deyirik F sürüşmə qüvvəsi. Və yaxud da bizə bu formada bir mail müstəvi verir. Cisim müəyyən bir V sürəti ilə yuxarı qalxır. Bu zaman burada yaranan qüvvəyə biz deyirik F sürüşmə sürtünmə qüvvəsi. Sükunətli olan cismi yerindən tərpətməyə cəhd edən qüvvəyə, deməli, cəhd edən qüvvənin əksinə yönələn qüvvəyə isə biz sükunət sürtünmə qüvvəsi deyirik. Baxın, məsəl üçün, burada elə birinci şəklin üzərində göstərim. Bunu, bu V-ni F dartı qeyd eləyək. Cisim dartı qüvvəsinin təsiri ilə hərəkət eləyir. V bərabərdir 0-a. Buradakı hərəkətin əksinə yönələn qüvvə isə olur sükunət sürtünmə qüvvəsi. Yəni, sükunətli olan, gördüyünüz kimi bu cisim V bərabərdir 0. Dayanıb, sükunətlidir. Sükunətli olan cismi yerindən tərpətməyə cəhd edən zaman yaranan, görürsünüz, yaranan və hərəkətin əksinə, deməli, hərəkətə mane olan, belə deyim, qüvvəyə biz deyirik sükunət sürtünmə qüvvəsi. Bir də var diyirlənmə sürtünməsi. Bu da ki, diyirlənən cisimlərin hərəkəti zamanı yaranır. Məsəl üçün, kürə, silindir, yəni bu formada cisimlərin, deməli, hərəkəti zamanı yaranan sürtünmə qüvvəsinə biz deyirik diyirlənmə sürtünməsi. Sürtünmə qüvvəsi özü elektromaqnet təbiətlidir və qüvvə olduğu üçün bütün qüvvələr biz demişik ki, dinamometrdən ölçülür. Gəlin, indi sükunət və sürtünmə qüvvəsindən danışaq. Şəkil üzərində bunları qeyd eləyək. Dedik ki, bu istiqamətdə bir F dartı qüvvəsi təsir edir. Cismin təm mərkəzindən aşağıya doğru mg ağırlıq qüvvəsi təsir edir. Və bu dayaqdan aşağıya doğru P, deməli, çəki və yaxud da ki, biz buna təzyiq qüvvəsi də deyirik. Bu da bərabərdir nəyə? mg-yə. Hərəkətin əksinə burada bu formada, deməli, mg-nin əksinə təsir göstərən qüvvə reaksiya qüvvəsidir və hərəkətin əks istiqamətində burada səthdə yaranan qüvvəyə isə biz deyirik F sürtünmə qüvvəsi. Bunların istiqamətlərini heç vaxt unutmayın, bunlarda diqqətli olun. Dartı qüvvəsinin əksinə sürtünmə qüvvəsi hərəkət eləyir. Onda biz deyirik ki, əgər cisim, bu gördüyünüz bu cisim sükunətdədirsə, ona təsir edən, əgər sükunətdə olarsa, ona təsir edən dartı qüvvəsi F dartı bərabərdir F sükunət qüvvəsinə. Dartı qüvvəsi yəni artdıqca, zaman keçdikcə artdıqca, cismə təsir edən sürtünmə qüvvəsi də yəni ona bərabər olaraq artır. Sükunət sürtünməsi maksimum qiymət alanda onun artması dayanır və artıq o sabit qalır. Bundan sonra da dartı qüvvəsi artarsa, sürtünmə qüvvəsi də bundan böyük olduğundan cisim sürüşür və ona biz deyirik ki, artıq buna sürüşmə sürtünmə qüvvəsi təsir eləyir. Gəlin, onda bu dediklərimizi qrafik üzərində göstərək. Deməli, bura olsun F sürtünmə. Bura biz deyək F dartı. Cisim əvvəlcə sükunətdədir bu formada. Bu hissəyə biz deyirik sükunət. Və bu istiqamətdə, deməli, sürüşmə. Bu nöqtəyə biz deyirik F sükunətin maksimum qiyməti. Bu
Bu zaman onda gəlin görək nə baş verir. Deməli, N reaksiya qüvvəsi bərabərdir dedik P-yə. O da bərabərdir F təzyiq qüvvəsinə, o da bərabərdir mg-yə. Bəs F sürüşmə qüvvəsi? F sürüşmə qüvvəsi bərabərdir F sükunətin maksimum qiymətinə. O da bizə verir nəyi? Mü-N-i. Mü-N də biz bunu həmçinin N-i P-yə bərabər götürdüyümüz üçün N-P də yaza bilərik. Burada indi deyəcəm mü nədir? Bunlar haqqında danışacağım. Düsturları yazın. Mü-P-yə, bayaq da dedik ki, P də nəyə bərabərdir? Təzyiq qüvvəsinə. Onda biz bunu belə formada göstərə bilərik. Mü F təzyiq, F təzyiqin də yerinə mg, onda olur mü-mg. Gəlin onda baxaq. Buradakı deməli F sürtünmə, buna biz deyirik sürüşmə sürtünmə qüvvəsi. Sonra F sükunətin maksimumu, bu sükunət sürtünmə qüvvəsinin maksimum qiymət alanda biz bunu deyirik. Buradakı gördüyünüz mü nədir? Sürtünmə əmsalıdır. N bayaq dediyimiz kimi dayağın reaksiya qüvvəsidir. P təzyiq, burada təzyiq qüvvəsidir. P özü isə nədir? Cismin çəkisidir. Onda bizə belə bir sual olar ki, deməli, F sürtünmə qüvvəsi, artıq düsturunu gördünüz, mü-mg, yəni bunlar hamısı F sürtünmə qüvvəsi idi. F sürtünmə qüvvəsi deməli müdən necə asılıdır? Müdən necə asılıdır? Düsturdan da gördüyünüz kimi düz asılıdır. Bəs N-dən necə asılıdır? Düz asılıdır. P-dən necə asılıdır? Düz asılıdır. Təzyiq qüvvəsindən necə? Düz. Sonra nə deyə bilərik? M-dən necə asılıdır? Hər birindən gördüyünüz kimi düz asılıdır. Bizə belə bir deməli qrafik verir. Buranı deməli bizə tutaq ki, verir N verir, bir də P verir. Və burada bizə bir bucaq verir. Alfa bucağı. Deyir ki, bu alfa bucağı nəyə bərabərdir? Deməli, burada alfa bucağını tapmaq üçün F sürtünməni bölürük N-ə. F sürtünməni N-ə bölmək, biz demişdik ki, F sürtünmə bərabərdir mü-N-ə. Onda F sürtünmə bölünsün N bizə mü-nü verəcək. Deməli, bu bərabərdir mü-yə. Onda bu hansı bucaqdır? Bu da olacaq tangens alfa. Və yaxud da ki, biz buradakı bu N-in yerinə yazırıq bir mü. Mü yazanda artıq biz F sürtünmə bölünsün mü bizə nəyi verir? N-i. Deməli, buradakı N nədir? Tangens alfadır. Sonra bizə bir neçə belə bu formada qrafiklər verər. F sürtünmənin N-dən P-dən asılılığını belə bir daha yaxşı göstərim. Burada 1 verir, 2 verir, 3 verir. Baxırıq bucaqlara. Hansı bucaq böyükdür? Gördüyümüz kimi bir bucağı daha böyükdür. 2 ilə 3 də bir-birinə bərabərdir. Və yaxud da ki, biz bu xəttləri uzatsaq, görürük ki, 1 daha dikdir, 2 ilə 3 isə bərabərdir. Onda biz müləri müqayisə edə biliriksə, deyirik ki, mü1 böyükdür mü2-dən, o da bərabərdir mü3-ə. Bu şəkildə müqayisə edirik. Mü nədir burada? Sürtünmə əmsalıdır. Sürtünmə əmsalı nədir ümumiyyətlə? Adsız kəmiyyətdir. Adsız kəmiyyətdir. Sürtünmə qüvvəsi yadda saxlayın, hər zaman 0 ilə 1 arası qiymətlər alır. Məsələn, bu 1,5 falan, yəni eləyə bilməz. Yəni 0 tam tutaq ki, 10,5 olar, 0 neçə, yəni 0 ilə 1 arası qiymətlər alır. Və sürtünmə əmsalı bayaqlar düsturdan da gördük. Deməli, F sürtünmə bərabərdir, mü-mg-dir. Yazın burada. Mü-mg-dir. Tutaq ki, mü buradan bərabərdir, F sürtünmə bölünsün mg. İndi bizə sual olunur ki, F sürtünmədən necə asılıdır? M-dən, J-dən necə asılıdır? Mü özü sabit kəmiyyətdir. Fizikada belə kəmiyyətlərimiz var ki, sabitdir. Düsturda göstərilən kəmiyyətlərdən asılı deyil.
Məsələn, F sürtünmədən də, N-dən də, P-dən də, F təzyiqdən də, sonra nə bilim nə deyim, S-dən də, V-dən də, M-dən də heç birindən asılı deyil. Bəs nədən asılıdır? Yalnız toxunan səthlərin materialından, kələk ötürülüyündən asılıdır. Yəni başqa da heç nədən asılı deyil. Sonra bizə deməli bu formada bir şəkil verir. Burada bir F qüvvəsidir. Burada alfa bucağıdır. Biz demişik ki, hər zaman bucağa bitişik tərəf nə olur? F kosinus alfa. Digər tərəfi isə proyeksiyasını ayıranda F sinus alfa. Burada hərəkətin əksinə yönələn qüvvə deməli F sükunət sürtünmə qüvvəsi. Deməli, onda bizə F sükunət sürtünmə qüvvəsi deməli hərəkətin əksinədir. Hansı hərəkətin əksinədir? Onda yazaq F sükunət sürtünmə bizə hansı qüvvəni verəcək? Buradan da gördüyünüz kimi hərəkətin əksinə olan F kosinus alfadır. Onda olacaq F kosinus alfaya. Sonra dartı qüvvəsi və sürtünmə qüvvəsinin təsiri altında üfüqi müstəvidə hərəkət var. Biz bu hərəkəti, yəni 3 növünü öyrənirik. Gəlin görək bunlar hansılardır. Birincisi odur ki, gördüyünüz kimi indi belə bir şəkil göstərim. Burada cisim deməli V sürəti ilə, həmçinin A-nın da istiqaməti bu formadadır. F dartı qüvvəsinin təsiri ilə sağa doğru hərəkət edir. Burada hərəkətin əksinə və səthdə yaranan qüvvə F sürtünmədir. Onda bu zaman deyirik ki, indi bizə belə deyir ki, F dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa, yəni F dartı böyükdür F sürtünmədən, bu zaman cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən. Onda gördüyünüz kimi A-nın V-nin istiqaməti sağadırsa, onda mən F dartıdan deməli F sürtünməni çıxıb bərabər eləyəcəm M A-ya. Burada A modulda, yəni mənfi qiyməti A-nın nəzərə alınmır. Onda cisim necə hərəkət edir? Bərabər yeyinləşən. Biz artıq bərabər yeyinləşən hərəkətin qrafiklərini bərabər təcili hərəkətdə öyrənmişik. Məsəl üçün, VT qrafikləri nə formadaydı? Xəttə asılı idi. Tutaq ki, X oxu istiqamətində də bu formada qoyuruq. X oxunun əksidir bu formada qoyuruq. Bu düz xətti biraz əyri getdi. Sonra ST qrafiklərini və yaxud XT qrafiklərini bilirik. Deməli, SX, ST, XT. Bilirik ki, bunlar necə hərəkətlərdir? Deməli, parabolikdir qrafikləri, parabolan qollar şəklində X oxu istiqamətində yeyinləşən, X oxunun əksinə yeyinləşən. Yəni, bir sözlə yeyinləşənin qrafiklərini çəkirik. Sonra ikinci, deməli, yenə şəkil üzərində göstərim, daha yaxşı başa düşmək üçün. F dartı qüvvəsi sağa doğru hərəkət edir. Ancaq burada V sağa doğrudur, A isə hərəkətin əksinədir. Gördüyünüz kimi A isə bu istiqamətdədir. F sürtünmə burada yaranan qüvvədir. Onda dartı qüvvəsi sürtünmə qüvvəsindən deməli necə olarsa, kiçik olarsa, yəni F dartı kiçikdir F sürtünmədən, onda deyirik ki, cisim bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan. Onda nədən nəyi çıxacam? Gördüyünüz kimi A-nın istiqaməti sola doğrudur. Onda mən F sürtünmə çıxılsın F dartı bərabərdir. M A şəklində yazıram. A-nı yenidə modulda qeyd edirik. Onda V-nin T-dən asılı qrafikləri necə olacaq? Bərabər yavaşlayan X oxu istiqamətli X oxunun əks istiqamətinə. Həmçinin ST, XT qrafikləri də bərabər yavaşlayan hərəkətin qrafikləri olacaq. X oxu istiqamət, X oxunun əks istiqamət. İndi gəlin digər üçüncü halımıza baxaq. Üçüncü halda isə deyir ki, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olarsa, F dartı bərabərdir F sürtünmə. Bu zaman cisim düz xətli bərabər sürətli hərəkət eləyəcək. Onda F dartı F sürtünməyə bərabərsə, biz artıq F sürtünmənin düsturunu yaza bilərik. Nə idi düsturumuz? MJ. Onda cisim necə hərəkət eləyəcək? Deməli, bərabər sürətli. Bərabər sürətli. Sonra gəlin V-nin T-dən asılılığını çəkək. Bilir ki, sabitdir. X oxu istiqamət, X oxunun əks istiqamətində sabitdir. ST, XT-nin qrafiklərini çəkək. Bir qrafik üzərində göstərirəm. Artıq biz bu qrafikləri
düşünürəm ki, yaxşı formada bilirik. X ox istiqamətinə bərabər sürətli, X oxun əksi istiqamətində bərabər sürətli. Sonra bunlardan da danışdıq deməli. Bunlar yəni çox vacib bir hissələr idi. Bu 3 hissədən danışdıq biz. Yəni çox vaxtda qəbula düşür bunlardan. Yəni sınaqlarda da yəni mütləq şəkildə suallar olur. Sürət artım və sürtünmə qüvvəsinin təsiri altında hərəkətdən danışaq. Biz bayaqlar nədən danışdıq? Dedik ki, sükunət və sürüşmə qüvvəsindən danışdıq. İndi isə dartı və sürtünmə qüvvəsinin təsiri altında hərəkətdən danışdıq. İndi sürtünmə qüvvəsinin təsiri altında şaquli müstəvidə hərəkətdən danışaq. Bayaq üfüqi müstəvidə hərəkətdən danışırdıq. İndi şaqulidən gəlin danışaq. Deməli, onda şaquli belə bir şəkil üzərində göstərək. Yenə buradan tən aşağıya doğru olacaq nə? MJ. Burada hərəkətin əksinə deməli F. Bu bizə bura olsun bir divar düşünək. Cismi səthə sıxan qüvvə bu təzyiq qüvvəsidir. S təzyiq. Burada bunun əksi istiqamətində N reaksiya qüvvəsidir və burada yaranan qüvvə nədir? F sürtünmə qüvvəsi. Cisim A təzyiqi ilə yuxarıya doğru hərəkət edir. Onda mən nə edəcəm? F-dən MJ-ni çıxacam, bərabər deməli F-dən MJ-ni çıxacam və burada gördüyünüz kimi bir dənə də F sürtünmə var. Bir qüvvə buradadır, bir qüvvə buradadır. A tərcindən yuxarı hərəkət edir deyə F-dən çıxıram mən. Yəni A tərcindən hərəkət edən hansıdırsa mən ondan digərlərini çıxıram. Görürsünüz ki, burada 2 dənə qüvvə var, onda ikisini də çıxacam. Ya qarşıya minus atıb bunlar toplayıb çıxacam, ya da elə bu formada çıxacam. MJ çıxılsın F sürtünmə bərabərdir nəyə? MA-ya. Cisim bərabər sürətlə qaldırılarsa sözü görərsinizsə, siz bilirsiniz ki, bu zaman təcil bərabər olur 0-a. Düzdür? Onda artıq bu F sürtünmənin bu bir tərəfə MA hissəsi 0-a gedəcək, bu hissə 0-a gedəcək. Onda düstur bu formada qalacaq. F bərabərdir MJ plus F sürtünmə şəklində. İstəsəniz bu F sürtünməni də aça bilərsiniz. MJ plus məsəl üçün mü F təzyiq və yaxud da mü MJ, yəni bu formada. Bu nə idi? Birinci halımız cisim A təcili ilə yuxarı qalxırdı. İndi gəlin baxaq, cisim A təcili ilə aşağı düşsün. İkinci. Yenə belə bir divardır. Yenə MJ-dir. Bu da F-dir. Burada yaranan qüvvə F sürtünmədir. İndi A tərcindən aşağı düşür. Səthə sıxan qüvvə F tərciq qüvvəsidir. Siz artıq bu qüvvələrin istiqamətlərini qoymağı özünüz öyrənməlisiniz. Yəni daha çox bunların üzərində işləyin, görün hansının istiqaməti hara doğrudur. Onda biz artıq nə edirik? Deməli, görürsünüz ki, MJ ilə F qüvvəsi eyni istiqamətdədir. F sürtünmə isə onun əksinədir. Onda deməli, nə edirik biz? F plus MJ çıxılsın F sürtünmə bərabərdir MA-ya. Düzdürmü? Əgər cisim bərabər sürətlə hərəkət edərsə, onda bu hissə yenə 0-a bərabərdir. Onda deyirsiniz ki, F plus MJ bərabərdir. Sürtünməni digər tərəfə keçirdəndə müsbət olur F sürtünməyə. Yenidən onda biz F plus MJ-ni bərabər edirik mü F təzyiqə. Bu da belə. Onda bunlar nə oldu? Dartı və sürtünmə qüvvəsinin təsiri altında şaquli müstəvidə hərəkət. İndi gəlin, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdən danışaq. Cisimə yalnız sürtünmə qüvvəsi təsir edirsə, yadda saxlayın, cisim o zaman bərabər yavaşayan hərəkət eləyir. Onda biz VT-nin qrafikini çəkəndə bərabər yavaşayan. SD-nin, XD-nin qrafikini çəkəndə yenə bərabər yavaşayan.
Onda bu zaman A bərabərdir, F bölünsün M idi. Bu F bizə verir F sürtünməni. F sürtünməni də yerinə yazıramsa mü mj bölünsün M. Bu M-lər ixtisar edər, qalar mü j. Onda buradan belə çıxdı ki, A bərabərdir mü j-yə. A bərabərdir mü j-yə. Cismin təcilidir bu A. Buradan mən mü'nü çıxardaramsa, mü bərabərdir A bölünsün j-yə. Onda biz sürətin tənliyini bilirik. Bərabər yavaşlayan dedimsə, sürətin düsturu V bərabərdir. V0 çıxılsın. Deməli, JT, AT idi, düzdür? AT idi. Onda yazıram. V0 çıxılsın. A-nı yerinə nə yazıram? Müj. Onda A çıxılsın. Müj T şəklində. Məsələn, yer dəyişmənin tənliyini yazmaq istəyirəmsə, tutaq ki, S bərabər düsturumuz nə idi? V0T yavaşlayan deyə çıxılsın AT kvadratı bölü 2 idi. A-nın yerinə yenə gətirib qoyuram müj. Olur V0T çıxılsın. Müj T kvadratı bölünsün 2 şəklində. Bunlar da oldu yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət. Yenə də deyirəm, cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, bu zaman cisim bərabər yavaşlayan hərəkət edir və onda biz deyirik ki, A bərabərdir müj-yə və düsturları gətirib yerinə qoyanda yavaşlayan hərəkətin düsturlarından istifadə edirik. İndi tormoz yolu və tormoz müddətindən danışırıq. Gəlin birinci danışaq tormoz yolundan. Tormoz yolu. Tormoz yolu tormozlanan cisimlərin dayanına qədər getdiyi yoldur. Bu zaman onda V bərabərdir 0 tormozlanan hərəkətdir. Onda gəlin S-in düsturlarından istifadə edək. S-in düsturlarını artıq belə aşağısında bir T deyirik. Deməli, düsturumuz nə idi? V kvadratı çıxılsın, belə idi. S bərabərdir V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün. Deməli, yavaşlayan hərəkətdir deyə biz bu formada yazırdıq düsturumuzu. Bir dəqiqə. V0-ın kvadratı çıxılsın V kvadratı bölünsün 2. Deməli, A şəklində. Onda bu getdisə 0, düsturumuz qalır V0-ın kvadratı bölünsün 2A. Onda V0-ın kvadratı dedik ki, A-nın yerinə yazırıq. Yazırıq müj. Onda olur 2 müj. Sonra gəlin bunun sürət və məxrəcini bir M-ə vuraq. Onda olsun MV0-ın kvadratı bölünsün 2 deməli müj-M. Düzdürmü? Sonra deməyini təzədən bu M-ləri ixtisar edirik. Mən həmişə uşaqlara deyəndə deyirlər təzədən bu M-ləri ixtisar edirik. Yəni onda bir mənası olmur da. Bəs bunu yazmaqda bizim məqsədimiz nə oldu? Burada deməli MV0 kvadratı bölünsün 2 bizə verir nəyi? Y kinetiki. Y kinetiki. Bəs MJ bizə nəyi verir? Verir F sürtünməni. Onda düsturumuz belə olur. Y kinetik bölünsün F sürtünmə. Y kinetikin də belə bir düsturu var ki, Y kinetik bərabərdir P kvadratı bölünsün 2. Biz burada Y kinetikin bu 0 deyə biz də bura bir 0 yazırıq. Sonra bura da 0-dırsa bu da 0 olur. Yəni başlanğıc qiyməti. Onda olur P0 kvadratı bölünsün 2M vurulsun 1 F sürtünməyə. Deməli bu düsturlar oldu. 1 düstur, 2 düstur, 3 düstur və 4 düstur. Bu düsturlar oldu nə? Tormoz yolunun düsturları. Mən bu düsturları nə formada sizə başa saldımsa çıxarışla siz də o formada mənə qaytararsınız. Sonra deməli, dedik ki, burada Y kinetik 0 nədir? Kinetik enerjinin başlanğıc qiyməti. Ümumiyyətlə, kinetik enerjinin düsturlarını biz enerji dərsində işləyəcəyik, amma yenə də MV0 kvadratı bölünsün 2. Yaxud da bu 0 yazıqsa, P0 kvadratı bölünsün 2M şəklindədir. Sonra, buradakı P nədir? İmpulsdur. İmpuls. Onda P0 impulsdursa, onda P0 bərabərdir M vurulsun V0 şəklində də biz bunu ifadə edə bilərik. Onda gəlin düsturlara baxaq, biz deyək ki, S torumuz məsəl üçün V0-dan necə asılıdır? Görürsünüz kvadratik. Bəs P0-dan necə asılıdır? Görürsünüz kvadratik. Onda balaca siləcəm bu qrafikləri. S torumuz deməli P0-dan da V0-dan da necə asılıdır? Kvadratik. Sonra bəs Y kinetikdən necə asılıdır?
Y-kinetikdən S tormoz. Y-kinetikdən necə asılıdır? Düz asılıdır. Sonra bəs müdən sonra F sürtünmədən necə asılıdır? Tərs asılıdır. Deməli, nə yazırdıq? S tormoz müdən və F sürtünmədən tərs asılığın qrafikini çəkirik. Bəs M-dən necə asılıdır? Yadda saxlayın ki, tormoz yolu M-dən cismin kütləsindən asılı deyil. Nə tormoz yolu, indi birazdan nə tormoz müddət danışım. Heç biri cismin kütləsindən asılı deyil. Məntiqlə düşünəndə, yəni tormozlanan hərəkətin, yəni buna kütləyə nə adiyyəti var ki, yəni asılı deyil. Bunlar oldu tormoz yolları. Düşünürəm ki, yəni kifayət qədər açıqlıqla, yəni bunları sizə çatdırdım. İndi gəlin tormoz müddətindən danışaq. Tormoz müddəti nədir? Tormozlanan cismin dayanana qədər keçdiyi vaxtdır, müddətdir. Deməli, demişdik ki, V-miz sıfırdır. V bərabərdir V0 plus AT. Onda V0, deməli, onda burada düsturda minus olur. Yavaş-yavaş hərəkət edir axı bu. Onda biz deyirik ki, V-miz də sıfıra bərabər idisə, onda V0 bərabərdir AT-yə. Buradan bizə T lazımdır, bu tormoz müddəti. T də bərabər olacaq V0 bölünsün A-ya. Onda A-nın yerinə bayaqda dediyimiz kimi nə yazırıq? Müj yazırıq. Deməli, V0 bölünsün müj oldu. Onda gəlin yenə sürət və məxrəcə bir M-ə vıraq. MV0 bölünsün mü-MJ. Bu MV0-ı bayaqlarında yazmışdım, impulsdur. P0. Bunu da biz nə ilə ifadə edirik? F sürtünmə ilə. Onda olur P0 bölünsün F sürtünmə. Bayaq dedik ki, Y kinetik 0 bərabərdir. P0-ın kvartı bölünsün 2-dir. Onda buradan P0-ı çıxardanda P0 bərabərdir kök altında 2 Y kinetik 0 vurulsun M şəklində. Onda gətirək bunu yerinə yazaq. Yazaq kök altında 2 Y kinetikin başlanğıc qiyməti vurulsun M bölünsün F sürtünmədə qalır yerində. Onda baxın 1 düstur. Deməli 2 düstur, 3 düstur, bu da 4 düstur. Bu düsturları da nə edirik? Öyrənirik. Onda gəlin baxaq görək. T tormoz deməli V0-dan P0-dan necə asılıdır? Baxın, V0-dan və P0-dan düz asılıdır. Bir də qrafikləri çəkmirəm, yəni adlandırmıram, bu formada düz asılıdır. Sonra bəs Y kinetikdən necə asılıdır? Y kinetikdən gördüyünüz kimi kök altı asılıdır. Bunda kök altı asılığın qrafikini yazırıq. Bəs müdən, F sürtünmədən necə asılıdır? Gördüyünüz kimi tərs asılıdır. Bu hissələrə yazmıram. Deməli, bura T-dir, burada nədir? Müdür, F sürtünmədir. Bunları artıq özünüz çıxardığında yazarsınız. Dedik ki, M-dən necə asılıdır? Asılı deyil. Nə tormoz yolundan, nə də tormoz müddətin M-dən asılı deyil. Bunu unutmayaq. Sonra biz danışaq nədən? Danışaq mail müstəvidən. Deməli, cisim mail müstəvidə sükunətdədir. Birinci. Gəlin birinci şəklimizin üzərində göstərək görək nə var, nə yox. Cisimdir. Deməli, mail müstəvidə cisim normal halda aşağı düşməyə çalışır da, yəni aşağı olduğu üçün. Onda bu hissə olacaq, deməli nə? F sükunət. Deməli, buradan tən mərkəzinə doğru, deməli, MJ. Deməli, bax, bu MJ isə bura olacaq. MJ bura. Onda buraları proyeksiyalara biz ayıranda, bunu biraz qısa çəkdim. Bunun eyni istiqamətdə olmalıdır. MJ buradırsa,
Bu isə müəyyən bir bucaqsa, bura olacaq mj kosinus alfa. Bu isə olacaq mj sinus alfa şəklində. Onda bura nədir? Alfadır. Bu istiqamətdə hansı qüvvə təsir edir? Reaksiya qüvvəsi və düşünürəm ki, hər birini qeyd elədik. Ona gəlin baxaq. Dayağın reaksiya qüvvəsi. Deməli, cisim maili müstəvidə sükunətdədirsə, dayağın reaksiya qüvvəsi burada nəyə bərabər? Görürsünüz ki, n buradadır, mj də əksində. Onda deyirik ki, dayağın reaksiya qüvvəsi n bərabərdir. Deməli, nəyə? mj kosinus alfaya. Yadda saxlayın ümumiyyətlə, bucaq kosinusla olanda tərs asılı olur. Yəni, 1 bölü alfa ilə asılı olur. Biz buna deyirik tərs asılı. İkinci, sürüşmə-sürtünmə qüvvəsi. Sürüşmə-sürtünmə qüvvəsi. Bunu bizə nəyi verirdi? F. Deməli, sürüşmə-sürtünmə qüvvəsi μ-ni verirdi. N-in yerinə gətirib qoyuruq mj kosinus alfanı. Onda olur bir μ mj kosinus alfa şəklində. Bu da yenə bayaq dediyim kimi kosinus isə 1 bölü alfa ilə mütənasibdir, yəni tərs asılıdır. Üçüncü, F sükunət sürtünmə qüvvəsi. Görürsünüz ki, F bu istiqamətdə, mj sinus alfa da bura. Onda olacaq F sükunət sürtünmə qüvvəsi bərabərdir mj sinus alfa. Artıq sinus alfa gördünüzsə, deməli alfa ilə düz asılıdır. Düz asılı. Deməli, ümumiyyətlə, bir də deyirəm, yadda saxlayaq ki, sükunət sürtünmə qüvvəsi mail müstəvinin meyl bucağı ilə düz asılıdır. Sürüşmə sürtünmə qüvvəsi və dayağın reaksiya qüvvəsi isə gördüyünüz kimi meyl bucağından tərs asılıdır. Məsəl üçün, bu nə deməkdir? Gəlin onu deməli, şəkil üzərində göstərək. Tutaq ki, belə bir %30 dərəcə biraz bundan böyük çəkək. Yine M kütləli cisimdir. Bura 1, 2, 40 dərəcə. Daha böyük. Burada 50 dərəcə. Yine bir M kütləli cisim. İndi deyir ki, bunun reaksiya qüvvələrini müqayisə elə. N1, N2, N3. Biz demişik ki, kosinus olanda N axı kosinusla idi, N də kosinuslandır, sürtünmə də kosinuslandır, amma sükunət deyəndə bu sinuslandır. Kosinusla olanda tərs olacaq. Yəni ki, bucağı kiçik olan böyük olacaq. Onda N1 böyük olacaq N2-dən, o da böyük olacaq N3-dən. Sonra onda sürtünmələri müqayisə edir. Sürtünmə də yenə gördüyünüz kimi sürtünmə qüvvəsi mj kosinusla deməli tərs asılıdır. Onda deyirik ki, F deməli sürtünmə 1 böyükdür. F sürtünmə 2-dən, o da böyükdür. F sürtünmə 3-dən. Bəs sükunətlə müqayisə edəndə necə? Demişik ki, bucaqla düz asılıdır. Onda deyirik ki, F sükunət 3 böyükdür. F sükunət 2-dən, o da böyükdür. F sükunət 1-dən. Bu formada deməli biz müqayisəmizi aparırıq. Sonra ikinci, cisim mail müstəvi üzərində deməli A tərcindən aşağıya doğru hərəkət edir. Burada deməli yaranan nə idi? F sürtünmə. Bu deməli aşağıya doğru isə biz demişdik nədir bu? mj sinus alfa bayaq şəklin üzərində qeyd eləmişdik. Yəqin ki, yadda qalıb. Onda gəlin biz bunu qeyd eləyək. Nədən nəyə çıxacaq? mj sinus alfadan çıxırıq. F sürtünməni bərabər eləyirik m-aya. Sürtünmənin də yerinə nə yazmışdıq? Bayaq yazmışdıq ki, mj kosinus alfa. Onda yazıram mj sinus alfa çıxılsın. Mj kosinus alfa bərabərdir m-aya. Hər tərəfi m-ə bölək. Onda nə qalır yerdə? A bərabərdir. Bu tərəfdən keçirdək bu yüzden. J vurulsun. Sinus alfa çıxılsın. Yerdə nə qaldı? M kosinus
alfa şəklində. Əgər sürtünmə nəzərə alınmasa, əgər sürtünmə yoxdursa, onda deməli nə olacaq? Mü bərabər olacaq 0-a, mü bərabərdirsə 0-a, onda bu hissə getdi. Onda A nəyə bərabər olacaq? J vurulsun sinus alfaya. Bu düsturdan istifadə edirik. Sonra sürtünməsiz mail müstəvi üzərində sürüşən cisim üçün yerə çıxanda sürət düsturu var. Bax, bu düsturda məsələdə də var. Deməli, testlərində də bunun qarşınıza çıxacaq. Sürtünməsiz mail müstəvidə sürüşən cisim üçün yerə çıxandakı sürət düsturu V bərabərdir 2RH. Düzdürmü? Əslində düsturumuz necə idi? V0 kvadratı plus 2RH idi. V0 0-dır. Yerə çıxanda onda olur 2RH. Bəs hərəkət müddəti isə T bərabərdir 2H bölünsün J-dir. O da bucaqla gedəndə 1 böl sinus alfa, o da bərabərdir 2H bölünsün J düsturundan istifadə edirsiniz. Sonra üçüncü nədir? Cisim mail müstəvi üzərində dartı qüvvəsinin təsiri ilə yuxarı qaldırılır, yəni A təcili ilə. mg sinus alfa. Demişdik, dartı qüvvəsinin nəticəsində yaranan nə idi? Nəyə bərabər idi? F sürtünmə bərabərdir mü mg kosinus alfa idi. Burada bir alfa bucağı deyək. Onda nə edəcək? F dartıdan, bura F dartıdır. F dartıdan çıxırıq nəyi? Həm mg sinus alfanı çıxırıq, həm də mü mg kosinus alfanı. Bərabər eləyirik nəyə? MA-ya. Bu düsturları əzbərləmir ya, dərk eləyirik. A hansı istiqamətindədirsə, o istiqamətdə olan qüvvədən digər istiqamətdə olan neçə qüvvə varsa, 3 dənə olsaydı 3-ünü çıxacaqdı, məsəl üçün deyirəm. Yəni, o istiqamət çıxırıq, bərabər eləyirik nəyə? MA-ya. Sonra, deməli, tutaq ki, bu formada bir sizə məsələ verir. Gəlin bunu daha da təkmilləşdirək. Bu sual dində də var. Bu formada bir avtomobildir. Təkəri özündən böyük oldu. Bu istiqamətdə, deməli, burada bir dənə F qüvvəsi verir. Bura alfadır. Onda bucağa bitişik tərəfə biz demişik F X proyeksiyası, F kosinus alfa demişik. Digər F-Y proyeksiyasını isə onda biz deməli F sinus alfa kimi götürək. A təcili ilə sağa doğru hərəkət eləyir. Deməli, gəlin burada onda biz qüvvələrimizin istiqamətini qoyaq. Burada deməli aşağıya doğru olacaq mg. Buradan səthdən yuxarıya doğru N reaksiya qüvvəsi olacaq. Sonra burada təkərin altında və burada yaranan sürtünmə qüvvəsidir. Sürtünmə nə idi? Mü mg və yaxud da mü n götürək. Mü n-dir. Mü n. Onda biz gəlin bunu, məsəl üçün, x oxu üzrə baxaq proyeksiyasına, x oxu üzrə. X oxu üzrədirsə, yazıram x oxu. Onda burada x oxu üzrə nədir? F kosinus alfa, əks istiqamətində nədir? Bəs mü n. Onda belə yazıram. F kosinus alfa, ümid edirəm ki, mən belə yazdıqca siz artıq ürəyinizdə deyirsiniz ki, nədən nəyə çıxacam. Yəni, ümid edirəm ki, düz deyirsiniz. F kosinus alfa çıxılsın mü n bərabərdir nəyə? MA-ya. İndi y oxu üzrə deyək. Y oxu üzrə gördüyünüz kimi nədir? F sinus alfadır. Burada da nədir? mg-dir. Onda bir də burada reaksiya qüvvəsi var. Bax, bunu da unutmayaq. Onda nə deyirik? Deyirik ki, n plus f sinus alfa bərabərdir. Təsir əks təsirə bərabərdir. Yuxarı istiqamətdə olan qüvvələrin cəmi aşağı istiqamətdə olan qüvvələrə bərabər olmalıdır. Aşağı istiqamətdə neçə qüvvəmiz var? Bir dənə. Bu da nədir? mg-dir. Cismin təcilini tap desə, onda cismin təcilini biz belə tapırıq. Gəlin birinci bunu deyək. Dayağın reaksiya qüvvəsi nəyə bərabərdir onda? Dayağın reaksiya qüvvəsi n-dir. Gördüyünüz kimi n.
bərabərdir nəyə? Deməli, mj çıxılsın f sinus alfaya. Burada deməli, bu sual dilində də var. Deyir ki, təcili tap. A bərabərdir. Deməli, f kosinus alfa çıxılsın növ. mj çıxılsın f sinus alfa bölünsün m düsturu ilə təyin olunur. Bu formada. Əgər ola bilərdi ki, məsələ bizə bu formada versin f-i, buradan versin f-i və burada da belə bucağı qeyd eləsin. Nə fərqi var? Biz demişik ki, bucağa bitişik tərəfə deyirik f kosinus alfa. F kosinus alfa bura olardı, f sinus alfa bura olardı. Artıq məsələmizin məqsədini bildik də, hansı istiqamətdə qüvvədən hansını çıxırıq. Yəni bu formada məsələlərimizi deməli həll edirik. Sonra havanın müqavimət qüvvəsi var. Müqavimət qüvvəsi isə cisim maye və qaz mühitində olanda yaranan və hərəkətin əksinə yönələn qüvvəyə müqavimət qüvvəsi deyilir. Deməli, baxın, bu formada bir cisimdir. Cisim şaquli yuxarı atılır. V sürətindən yuxarı atılır. Aşağıya doğru mj'si. Müqavimət qüvvəsi hərəkətin əksinə. Müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. V sürəti ilə cisim yuxarı qalxır. Sonra müqavimət qüvvəsi hara yönələcək? Deməli, bu formada aşağıya doğru. Onda biz nə deyirik? Deyirik ki, mj üstəgəl f müqavimət bərabərdir m-aya. Buradan da biz f müqaviməti taparıqsa, f müqavimət bərabərdir m vurulsun. Deməli, bu üzə keçirdəndə onda a çıxılsın j bu formada olacaq. Bu birinci hal. İkinci isə deməli, cisim v sürəti ilə aşağıya doğru atılır. Yenə mj'si aşağı olacaq. Aşağı atılıbsa artıq bunun müqavimət qüvvəsi yuxarıya doğru olacaq. Deməli, burada bizə taktik versin yer səthində, belə düşünək. Onda nədən nəyə çıxacaq? Görürsünüz ki, mj istiqamətdə atılıb. Onda deyirəm ki, mj çıxılsın f müqavimət bərabərdir m-aya. Onda f müqavimət bərabərdir. Bunu bu tərəfə keçirdəndə olacaq m vurulsun j minus a şəklində. Deməli, bu qədər. Düşünürəm ki, testləri yazmaq üçün kifayət qədər izahatlar verdim. Deməli, nədən danışdıq biz? Sürtünmə qüvvəsindən danışdıq, mail müstəvidən danışdıq. Belə.